Əziz televiziya tamaşaçıları, qeyd edim ki, bu gündən etibarən hər gün iftardan öncə xoş gəldin Ramazan verilişini hər gün inşallah sizlərlə canlı olaraq bircə bir yerdə inşallah davam etdirəcəyik. Allah hamımızdan razı olsun və ümid edirəm ki, siz kanalı çevirməmişsiniz və bizi izləyirsiniz. Artıq söz sizindir, hörmətli Hacı Aqil. Könüller şad olur, o ruhlar yad olur, o ruhlar yad olur Ramazan bayramında, Ramazan bayramında, Ramazan bayramında, Ramazan bayramındayım. Ürəklər sevinir, ürəklər sevinir, Azərbaycan gülür, Azərbaycan gülür Ramazan bayramında, Ramazan bayramında, Ramazan bayramında, Ramazan bayramında. Salam olsun sənə ya Rəsulallah, salam olsun sənə ya Nəbiyallah, salam olsun sənə ya Həbiballah, salam olsun sənə ya Rəsulallah, salam olsun sənə ya Nəbiyallah, salam olsun sənə ya Həbiballah. Ramazan bayramında, Ramazan bayramında, Ramazan bayramında, Ramazan bayramında. Və həqiqətən xoş gəldin Ramazan, könülləri fəth eləyən Ramazan. Xoş gəldin ey qəlblərin baharı, xoş gəldin ey rəhmət ayı. Və həqiqətən bu ay elə bir bərəkətli aydır ki, bugün hər bir insan sevinir, cinsindən asılı olmayaraq. 11 ayın sultanı Ramazan. Yeganə aydır ki, Allah Teala Quran-ı Kərimdə Şəhru Ramadan, 11 ayın sultanı Ramazan ayı. Bəli, Ramazan çox böyük bir ruha qidadır, ruha safadır. Ömrümüzü, həyatımızı təzəliyən, təmizləyən, ruhumuza yeni bir atmosfer gətirən, gözəllik gətirən bir Ramazan ayıdır. Bir ay boyunca inşallah biz sizlərlə birgə, dəyərli dostlar, əziz izləyicilər, Ramazanın etimologiyası, fəlsəfəsi və Ramazanda nə etmək lazımdır ki, biz bütünlükdə cismimizlə yox, ruhumuzla rahatlaşaq, ruhumuz tərbiyə tapsın. Ona görə bir daha Ramazan ayının ilk günündə sizləri xoş gördük, əziz televiziya tamaşaçıları, əziz bacı və qardaşlarım. Nə gözəl bir xoş səslə başladıq. Nə gözəl könülləri fəth eləyən gözəl bir kəlamlarla başladıq. Ona görə Ramazan günahları yandıran bir ay. Ramazan bütünlükdə insanın ruhunu, insanın ruhuna yeni bir həyat gətirən bir ay bugün bizim qonağımızdır. Və belə bir sualla hər kəsə müraciət edirəm. Ramazan ayı gəldi, süfrələr açıldı. Görəsən, qəlblərimiz də açıldı mı? Ona görə veriliş boyu bu məsələlərə biz toxunub və fikirlərimizi inşallah bölüşdürəcəyik sizlərlə bir yerdə və mənim bugün dəyərli qonağım, əziz qonağım, hər kəsin tanıdığı və heç bir təqdimata ehtiyac olmayan bir Hacı Aqil qardaşım, əziz dostum, ağsaqqalımız buradadır və mən düşünürəm və elə hesab edirəm, əziz televiziya tamaşaçıları, yəqin ki, siz də mənimlə razı olacaqsınız. Azərbaycanımızın, xalqımızın bir mental dəyəri var. Ağsaqqal duası, ağbirçək duası. Ona görə verilişimizin ilk Ramazan günündə mən istərdim ki, bizim dəyərli ağsaqqalımızdan
həm xeyir-dua alaq, həm də eyni zamanda Ramazanın ovqatı ilə artıq yaşayırıq və bu Ramazana girmişik və görək, hörmətli bizim dəyərli ağsaqqalımız, qardaşımız yəqin ki, bu Ramazanın ruhiyyəsi ilə də bağlı bir neçə mesajları verəcək və sonra verilişimizə inşallah davam edəcək. Xoş gəldiniz Çox Hacı. sağ ol Hacı. Sağ ol. Hacı qardaşımız, mənim dostum, çox böyük alim, gözəl müqəddəmə verdi, gözəl başlanğıc oldu. Bir rəhmətli Həcc Yaşarın bir gözəl şeiri vardı. O Allah belə rəhmət başlayırdı. Deyirdi ki, Mahi Ramazan oldu, əyyam-ı səfa gəldi. Bəh, bəh, bəh. Mahi Ramazan oldu, əyyam-ı səfa gəldi. Bu mah-ı mübarəkdə ruhani qida gəldi. Güzel. Bu mah-ı mübarəkdə, mübarək ayda, bu bərəkətli ayda ruhani qidanın, mənəvi qidanın ruhumuza, qəlbimizə, varlığımıza hakim kəsildiyi bir aydır. Hacı Surxay, Bəli. demək, əvvəlki vaxtlarda, cavandım da biraz. Bəli. Taza başlamışdım oruç tutmağa. Görürdüm ki, bu yaşlı adamlar, köhnədən oruçdan mömin kişilər vardı, gözəl insanlar vardı. Kim kimi görür, hər orucluğun məsələn birinci günüdür də, ikinci Bəli, günüdür. məsələn, bu gün elə Satan, bugünkü kimi. Salam aleyküm, bayramın mübarək. İftardan sonra. O ne deyir bayramın mübarək? Mən çatmırdı bu. Deyirdim, bunlar bayramın mübarək nöşdirlər bir-birinə. Bayrama elə bir ay qalıb. Bəli, bəli, bəli. Axırda olur da fitil bayramı. Amma həyatın gedişində, sonraki illərin təcrübəsi, sizin kimi alimlərlə, mötəbər insanlarla məclislərdə görüşlərimiz, söhbətlərimiz və onlardan əxs edib öyrəndiklərimizdən belə bir fəlsəfə mənə aşkar oldu ki, doğrudan bu bərəkətli ayın hər günü bayramdır. Bəli, bəli, doğrudur. Hər Belə gün, bir nə üçün bunlar bir-birinə Hacı, belə bir söz də var, sözü davam Bəli, edəcəksiniz. Ömrü Ramazan olanın ahirəti bayram olar deyirlər. Bəli, buyurun. Çox Bəli. gözəl, çox. Bəli, bəli. Demək bayramın mübarək. Yəni sən bugün gör nə eləmsən? Bəli. Sən oruç tutmusan. Sən Allahın Allahın qonağısan. əmrini yerinə yetirmisən. Sən iradəvin, nəfsin üzərində qələbəsini təmin eləmirsən. Bəli. Sən Allahın haram buyurduğu şeylərdən sən bugün uzaq olmusan. Bundan böyük bayram olar. Peyğəmbər əleyhissalamdır da, o Bəli. İslam əskərində dedi ki, yürüyüşlərin hansısa qaydanda ki, ya Resulallah biz qalib gəlmişik dedi, o gün olsun ən böyük müharibədə qələbə qazanırsın. Ya Resulallah bu da ən böyük qələbə insanın öz nəfsi üzərində qələbəsidir. Gör bir nə boyda söz deyil. Bax, bugün ruhani qida bayramıdır. Bugün bizim ruhumuz canlanır, Zənginləşir. təkmilləşir, sonra ucalır, təmizlənir, paklanır. Həm ruhumuz, həm cismimiz, həm bütün vücudumuz, varlığımız və Allah Teala bizə sübut edir təzədən. Bizi özümüzə yenidən tanıtdırır ki, ay filan kez, sənin dəruni hisslərində çox sənə aydın olmayan gözəl xüsusiyyətlər varmış. Bax, bu ayda səni aşkar elədim mən. Sən yeməksiz, içməksiz qala bilərsən və yemək, içməkdən kənar olmaqla yeməyi, içməyi olmayan, kasıbçılıq çəkən, ehtiyac içində olanların halından xəbər tuta bilərsən. Sən qeybət eləməyə bilərsən, nahaq danışmaya bilərsən, böhtan atmaya bilərsən, əlyasıqlıq eləyə bilərsən, sədəqə verə bilərsən. Sən gecələr oturub səhərəcən Qur'an oxuya bilərsən, namaz qıla bilərsən. Gör səndə nə gözəl keyfiyyətlər varmış. Sən bunu Ramazandan qabaq deyirdin ki, mən bunu bacarmaram. Gör səni Allah nəyi sübut elədi? Damını bayram eləməz sənə, bəs nəyi bayram eləyər? Tamamilə doğru. Ona görə də başa düşdüm ki, o kişilər çox gözəl deyiblər bir-birini görəndə ki, hələ bugün də o gedir hələ, 1000 illər də qaldıqca gedəcək ki, orucluğun hər günü, hər saatı oruç tutan insanlar üçün, möminlər üçün həqiqətən olduqca böyük bayramdır. Kaş bizim bayramlarımızın hamısı elə belə
əzəmətli. Bəli, zəngin. Ona Bəli. görə indi söhbətin gedişində çox şeylər olacaq, hazır da danışacağıq. Bizim də elə ürəyimiz doludur. Bu Tamamilə hər yerdə bu doğrudur. şeyləri danışa bilmirik. Tamamilə Mən doğrudur. bütün xalqımızı təbrik edirəm. Amin. Hamımıza bu əzəmətli ayda, bərəkət ayında, xeyir bərəkət ayında can sağlığı, uzun ömür və Allah qarşısında ibadətlərimizin, itaətlərimizin dərəcəyi qəbula yetməsini səmimi qəlbdən arzulayıram. Çox təşəkkür edirəm. Həqiqətən bu bir ağsaqqal Qoy xeyir mən dedim duası də idi. bayramınız mübarək. Bayramımız mübarək olsun. Bütün Azərbaycan xalqının bayramı mübarək və dünyanın hər yerində yaşayan, bizi seyr eləyən dostlarımız, Azərbaycanlılarımız, hər kəsi bu bayram münasibəti ilə təbrik edirik. Çünki bu ruhun zənginləşmə ayıdır, bəli. barışıq ayıdır, mərhəmət ayıdır, sevgi ayıdır və ona görə bu Ramazanın fəlsəfəsi, barışığı, əzəməti ondadır ki, söz sultanı gəlir. Yəni, Quran-ı Kərimin gəlişidir. Allah mərhum Dahi Füzuliyə rəhmət eləsin. Allah rəhmət. Siz danışa-danışa mənim beynimdə mərhum Füzulinin bir beyti gəlir sözlə bağlı. Çünki Quran sözdən ibarətdir. Oxu əmri ilə başlayır. Bu da bir mənəvi zənginlikdir. Mən gözəl bir süfrə açdım, sözdən əhli aləmə. Onda min zövq artıran hər dürlü nemət düzmüşəm. Süfrəmə hər bir qonaq gəlsə xəcalət çəkmərəm. Fərqi yox, ya türkü gəlsin, ya ərəb, yaxud əcəm. Kim gəlir gəlsin, aparsın, hər nə istər xatiri, qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm. Quran-ı Kərimin bərəkətli ayın enişi söz ayıdır, sözün gəlişidir. Qəlbin səfalaşması ona görədir ki, cismimizi 11 ay qidalandırdıq. Artıq bu bir ayı biz ruhumuzla işləməliyik, ruhumuzun tərbiyəsini yaratmalıyıq. Ona görə qəlbimizin sarayını hazırlamaq lazımdır. Çünki söz sultanı əgər gəlirsə, qoy qəlbimizin sarayını hazırlayaq. Daşla deyil, divarlarla deyil, kərpizlərlə deyil, Allah kəlamı ilə, ədalətli sözlə, barışıq sözlə. Bu Ramazan boyunca inanın, nə qədər insanlar mənəvi, könül huzur olacaq. Bir insanın əgər daxilində narahatçılıq varsa, gərginlik varsa, ailədə daxili münaqişələr, çəkişmələr varsa, bu Ramazanda hamısı saflaşır, düzəlir. Çünki Ramazan bizi bir masa ətrafında, bir süfrə ətrafında duaya insanları təşviq edir. Dua rəhmətdir. Ona görə biz bu mübarək ayda elə etməliyik ki, əgər kimsənin qəlbini qırmışıqsa, kimsənin könlünə, qəlbinə sirayət edən, təsir edən, xoşagəlməz bir söz demişiksə, bu Ramazanda canlı olaraq əlimizi sinəmizə qoyaq, bağışla məni qardaşım, çünki bağışlamaq ayıdır. Əff et məni qardaşım, bu ay əff ayıdır. Gəlin bu Ramazanın ilk günündə bir-birlərimizi bağışlayaq. Küslülər barışsın. Çünki Allahın özünün vədəsi var ki, orucluq mənim ayımdır. Allahın vədəsidir. Bu ayda hər kim mənə qonaq gələrsə, onun mükafatını mən verəcəm. Zəngin bir süfrə lazım deyil. Mənəvi bir süfrə Allah süfrəsidir ki, qulum gəl, kim olursansa ol, gəl. Türk, mərhum Füzulinin beytində göstərdiyi kimi, ərəb, əcəm, gəl. Tövbə qapım açıqdır, bağışlanma, əff qapım açıqdır. Necə ki, Quran-ı Kərim açılıb, bütün bəşəriyyətsin. Allah deyir, buyurur ki, qulum, mən səni bağışlayacam, məyus olma, narahat olma. Ramazan ayı tək İslam aləmi üçün deyil. Eyni zamanda Ramazan ayı bütün dinlərdə, səmavi dinlər, həm Tövratda, həm İncildə, həm Quran-ı Kərimdə Ramazan ayının enişi məhz bu müqəddəs kitabların aylarıdır ki, müqəddəsliyidir ki, məhz Ramazan ayında İncildə, Tövratda, Zəburda və bizim müqəddəs Quran-ı Kərimdə
Ramazan ayında artıq səmadan yerə enib. Ona görə biz çalışaq bu ayda bir-birlərimizə ehtiram göstərək, səmimiyyət göstərək, barışıq göstərək. Amma yeri gəlmişkən sizin səsinizə, sözünüzə çox böyük ehtiyac var. Mən istərdim ki, bir neçə kəlmə də mərhum Füzulidən ya mərhum Nizamidən bir muğam təsnifə, bir beyt deyərsiniz ki, bizim də qəlbimiz şad olsun. İnşallah. Demək, Hacı, bir də əyanı bir başıma gələn əhvalatı danışmaq istəyirəm orucuna. Demək, Ramazanın ilk günləridir, neçə il bundan qabaq. Amma muğamı unutmayacaqsınız, sizdən bir şey alacaq inşallah. Yox, yadımdadır. Bir yerə çağırdılar, televiziyadan da çəkiliş gəlib, biz burada belə getdim, gördüm şəhərdən də qonaqlar, aktyorlar zad var, tanınmış adamlar var. Bunlar stolun dövrüsünə yığıldılar, bunlar stolun üstünə qalmayan təamlar, ləziz yemək, orucluq gün artadır və yığdılar. Dedim, bu nə deyirsiniz? Dedi, biz belə olmalıdır, dedim, o da belə olmamalıdır axı. Biz mənəvi qidalanmağa gəldik, yenə maddiyyatı yığdınız bura. Böyük burada mübahisə getdi, yaxşı mənada. İndi insandırlar da bunlar bu dərəcədə də qəbul edə bilmirlər. Axırı mən yığışdırdım bunlara. And olsun Allah. Masanın üstündə nə var idisə? Özünüz oturun və işte çəkin. Amma mən gedim də, mən oturan bərəm deyim. Mən 5 nəfər var və tanıyır. Bu saatdə mən sonra təni eləyərlər. Dedilər, yaxşı yığışdırın. Yox, sən getdin, nə oldu da? Olmaz. Yığışdırlar, tərtəmiz belə stul qaldı. Stol. Veriliş çəkildi gözəl. Gözəl çəkildi, gedib televiziyada. İndi bunlar bir-bir mənə zəng edirlər. Hacı, and olsun Allah, Əlifba ağlayır. Deyir, Hayat, sən neynəmsən? Deyirdim ki, ben neynəmişəm? O stul boş deyir deyə, orada nələr oldu? Heç orada maddiyyat yada düşdü. Allah. Dedim, pesələ də olmalıdır da. Daha maddiyyat kəlamla tağam axı bir yerdə tutmaz axı. Tutmaz, bəli. Başqa yerlərə də get düzələnsinə elin, olmaz, qayda qanun var. Dedi ki, düzələmsən. İndi biz başa düşdük ki, doğrudan böyük fəlsəfəsi varmış bu orucluğun. Ona görə də bu orucluq belə bir aydır ki, insanı həm də sınağa çəkir, insanın iradəsini sınağa çəkir. Xoş o kəslərin halına ki, oruç tutarlar, bir demək, Əhli Gecələrdə bir Fars şairin gözəl bir şeiri var, mən onun məzmununu deyəcəm indi. Məcnunun dəli olan vaxtıdır, lap da belə də çobud çıxmasın, səhralar gezir Məcnun. Bir alim bir şəxs bu ilə üzbəüz gəlir. Gör, bunun halı, vəziyyəti yaxşıdır. Deyir, ay Məcnun, sən nöş bu haldasan. Məcnun belə olar da. Şeirdəndir, bu çox gözəldir. Deyir, yox, sən get, gecələri yat, istirahət elə. Gecəni Allah yaradıb, bütün canlı aləm yatır. Yatmaq. Sən də get yat, istirahət elə, səhər durub ağlayarsan, ahınalı neynərsən, sən gecələr də ahınalı edirsən, gündüz də cəmaatı bizar edirsən, Məcnun ona gözəl bir cavab verir. Deyir, ay filan kəs, deyir, bəli. Deyir, bilirsən ki, gecələr nələr olub, sən də yatmazsan. Deyir, axı, nə olub? Deyir, ki, Peyğəmbərimiz Meyrac, göylər aləminə gecə gedib, xəbərim var. Bu baxır. Ki, Musa Peyğəmbərlik gecə verildi, o ağaçda od gördü Musa. Deyir, bu da baxır. İsa Peyğəmbər göylər aləminə gecə gedib. Ki, Qur'an gecə nazil olur. Qur'an hamısı şeirdəndir, şeir misralar. Və Qur'anın işığı, zülmətləri işıqlandırıb gecə, nazil olub insanlara. Sən mənə deyirsən, hər kəlmədən də sonra deyir ki, bu hadisə olub, sən mənə deyirsən, yat. Bu hadisə olub, sən mənə... Aşıq da yatar, aşıq yatmaz. Allah qismət eləsin bu gözəl, bərəkətli əhya gecələrdə də... Bir ay boyunca inşallah, başa verək. Amin. Və orucluğun bir dənə də gözəl xüsusiyyəti var. Qoy, mən bunu da deyim. Buyurun. Biz orucluqda və ya orucluğun axırında, bayramında bu musiqiyə çalıb oxumaq, oynamaq işinə çox yer veririk. Bu gəlir bizim adi gündəlik toy əhval-ruhiyyəsi ilə,
ad gün əhval ruhiyyəsi ilə bir səviyyəyə düşür. Eybi yoxdur, lazımdır, o da lazımdır. Amma tamam onu musiqiyə əsr eləmək olmaz. Bəli. Orucluq bayramı mənəviyyat bayramıdır. Orada daha çox söhbətlər, daha çox anlaşmalar, daha çox Füzulidən bir qəzəl təfsir elə yinən. Bəli, bəli. De yinən Nizamidən bir qəzəl təfsir elə qoy. Bax, onda biz bu sahədə ən böyük uğur əldə etməyimizi onda başa düşəcəyik. Yoxsa birdən elə yenə də oyun oynamağa, çalmağa, dəftunbula yer ayırsaq, orucluq adiləşəcək bizim gözümüzdə. Onun fəlsəfəsi çatmayacaq bizə. Gəlin, daha çox mənəvi qidanın ruhumuza, varlığımıza, vücudumuza hakim kəsilməsinə nail olaq. Doğrudur. Onda deyəcəksən ki, bu söhbət çox şeydən artıqdır. Gör filan kəsinə danışdıq, Füzuli. İndi mən bir dənə Füzulidən bir qəzəlini oxumaq istəyirəm. Lütfən. Görüm oxuya bilsəm inşallah. İnşallah Allah sizin səsinizə bərəkət verəcək. Ya Allah. Ey mələk sima ki, səndən özgə heyrandır sənəm. Ey mələk sima ki, səndən özgə heyrandır sənəm. Haq bilir insan deməyiz, hər kim ki insandır sənəm. Maşallah. Verməyən canın sana bulmaz həyat cavidan. Verməyən canın sana bulmaz həyat cavidan. Zinde-i cavid, ona derler ki kurbandır sanam. Alemin ey pervane-i şam-i cemalın kıldı eşk. Can-i alem sen fedam, her lehzemin candır sanam. Aşığa şövqünlə can vermək sənə asan deyil. Çün Məsihi vaxtısən, can vermək asandır sənə. Maşallah. Çıxmayarım gecələr, çıxmayarım gecələr, ağyar tənindən sağın, sən məhi avcı məlahətsən, bu nöqsandır sənə. Padişahim zülm edib, aşık sənə zalim demiş. Xubi rulərdən yaman gəlməz, bu böhdandır sənə. Ey Füzuli, ey Füzuli, xubi rulərdən təğafüldür yaman. Hər bəla gəlsə, hər bəla kim gəlsə onlardan, bir ehsandır sənə. Hər bəla kim gəlsə onlardan, bir ehsandır sənə. Allah sizə bərəkət versin. Həqiqətən ruhumuzu oxşadı. Sağ olun. Allah mərhum Füzuliyə Baxanda rəhmət məsələn, eləsin. bu veriliş özü belə bir verilişdir də. Bəli, bəli. Ruhani qida, qoy elə bir ruhan biraz qidalanaq bu Belə də olmadı. Füzulinin Bayramdır da. sözlərindən. Siz əvvəldə də qeyd Bir ey elədiniz. mələk sima ki səndən özgə heyrandır sənə. Haq bilir insan deməz hər kim ki insandır sənə. Verməyən canın sənə bulmaz həyatı cavidan. Zinde-i cavid ona derlər ki qurbandır sənə. Aləmi pərvanə-i şəm-i cemalın qıldı eşq. Can-i aləmsən, fəda hər ləhzəmin candır sənə. Baxanda bir aşıqanə qəzəl kimi gördür də. Doğrudur. Bizim reklam vaxtımızdır. Biz reklama ayrılırıq və reklamdan sonra inşallah biz qayıdış eləyəcəyik yenə də hörmətli, dəyərli bizim Hacı Aqil qardaşımıza. İnşallah ondan bir muğam eşidək Allahın köməyi ilə. Buyurun. Özgə mehri üçün qalmayıbdı yer, olmuş bu mülk vəqfi xəyali Muhammedin. Bu könül mülkün bəyəxazı demişlər. Bu könül mülkü Allahın ən gözəl məkanı, məqamı insanın qəlbidir.
Kəbəyə gedirik, ziyarətlərə gedirik. Hər yerdə gedirik Allahı, Peyğəmbəri, Əhl-i Beyti zikr eləməyə. Amma Allahın ən gözəl yeri gərək və buranı təmiz saxlayasan. Bəli. Çünki qonaq, evimizə bir qonaq gəlmişsin, deyir gəlir Ayşə, Həyət Bacana da əl gözlürün, bu bizə gəlib gedən adam deyil. İndi biri var ki, məsələn, qonşudur, hər gün gəlirsə, əybi yoxdur. Amma nadir bir qonaq gələndə, çox hörmətli qonaq gələndə 3 gün qabaqdan evimizi, eşiyimizi silirik, süpürük, təmizləyirik ki, qonaq gələcək evimizə. Əgər insan qəlbi də Allahın yeridirsə, Peyğəmbərin yeridirsə, gərək o qəlb təmiz ola, o qəlb saf ola, orada başqa heç bir şeyə yer olmaya. Ona görə deyir ki, aləmi pərvanə-i şəm-i cəmalın qıl deyək, can-ı aləm sən fəda, hər ləhzəmin candır sana. Hamı da deyir ki, alimlər ha, alimlər belə təfsir edirlər ki, bu qəzəl Peyğəmbər əleyhissalamın vəsfində yazılmış gözəl qəzəllərdən biridir. Çox təşəkkür edirəm. Amma yeri gəlmişkən, siz danışa-danışa Mövlanədən bir beyt mənim yadıma düşdü. Mövlana qeyd eləyirdi ki, sür çıxart əğyar-ı dildən, ta təcəlla edə həq. Padişah qonmaz saraya, xanə məmur olmadan. Heç görmüsünüz ki, bir evi təmizləmədən, bir evi süpürmədən, hazırlamadan qonaq dəvət edəsən, əlbəttə yox. Ona görə biz qəlbimizdə olan bu Ramazan boyunca və bütün aylar boyunca pislikləri, kidurətləri, çirkinlikləri gərək qəlbimizdən götürək. Və yeri gəlmişkən bunu da qeyd edim ki, orucun zahiri və batini, yəni görünən və görünməyən tərəfləri var. Zahiri tərəflər nədir? Biz zaten bilirik ki, yeməkdən, içməkdən çəkinmək, sudan çəkinmək bu zahiri görüntüdür. Bunun zahiri tərəfidir. Amma batini tərəfi tam fərqlidir. Nədir batini tərəfi? Birinci növbədə niyyətin saflaşmasıdır, nəfsin tərbiyəsidir, qəlbin oyanışıdır, iradənin güclənməsidir. Və bu bizim Ramazanımızı Ramazan eləyir. Və buna görə də Allah Rəsulunun belə bir hədisi keçir. Allah Rəsulu buyurur ki, elə oruç tutanlar var ki, orucdan onlara yalnız və acılıq, susuzluq qalır. Nə zaman? Nə zaman? O zaman ki, yalan danışanda, qeybət eləyəndə, təkəbbüranə hərəkət eləyəndə insanlar var, görürsən ki, Ramazan ayında bunları cəmləşdirə bilmir. Yəni, orucdur, amma içində bir ego var. İçində bir kim var? Ramazan bizi buna anladır, buna çağırır. Nəsrullah Dida adlı bir şair olub, Azərbaycan gözəl şair olub. O bir uzun zadı qəsidə əzmində bir şeiri var. O bu məsələlərə hamına tənqidi yaraşır. Bir yerində deyir ki, oruç tutanda tutaq ki, təamülər yemərik. Vəlak təamə əvəz, vəleyk təamə əvəz, göftügü uyu qeybətdir. Durdun onun bunun dalıcan danışdın, bilmir ki, bu da orucu batil eləyən o 9 dənə şərtdən biri də olmaz. Biz verilişlər boyu, yəni inşallah növbəti verilişlərimizdə təbii ki, bu məsələlərə biz toxunacaq. Eyni zamanda qeybətdir, yalandır, uğurluqdur. Bu məsələlərə veriliş boyu. Çünki inşallah artıq bugün Ramazanın ilk günüdür və bu günü biz yaşayırıq. Amma orucun ruhunu təbii ki, bunu da insan anlamalıdır. Orucun ruhunu yaşadan 5 əsas hal var. Bunu ümid eləyirəm, bizim dəyərli izləyicilərimiz bizdən bunu öyrənəcəklər və bəziləri də əgər qarşınızda bir qələm varsa, bir kağız varsa qeyd edeyim. Bu çox önəmli bir nöqtədir. Orucun ruhunu yaşadan 5 hal. Birinci niyyətdir. Əsas niyyətdir. Yəni biz nə deyirik? Allahım, bir ay boyunca Ramazan ayını tuturam və yaxud hər gün insan niyyət eləyir. Allah sənə xatir oruç tutdum və bu orucu məndən qəbul elə. Niyyət, ruhun saflaşması üçün birinci niyyətdir. Mən kim üçün oruç tuturam? Bu önəmli nöqtədir. Mən kim üçün oruç tuturam? İkincisi dil. Yəni dil susmaq, heç kəsi incitməmək və bunlar da əsas mənəvi baxımdan ruh halıdır. Üçüncüsü baxış, haramdan çəkinmək, insan gözünü, qulağını, dilini. Niyə deyirlər oruç tutanın tək dili deyil?
bütün göz, bədən, əl, ayaq oruc olmalıdır. Yəni göz haramdan, qulaq qeybətdən, dil yalandan insanı kənarlaşdırmalıdır. Dördüncüsü, qəlbi də kin-küdurətdən, həsəddən, paxıllıqdan, riyakarlıqdan uzaqlaşdırmaq. Və ən nəhayət beşincisi, davranışlarımızda səbirli olmaq. Bəzən Ramazan ayında oruç tutan insanlar görürsən, iftara az qalıb, acılıq ona görürsən, qələbə çalıb, əsəblənir, özünü idarə edə bilmir. Amma Ramazan eyni zamanda səbir ayıdır. Ramazan təmkinlidir. Çünki Ramazan, o bayaqları verilişin əvvəlində qeyd etdim, yanmaq və yandırmaq. Nə deməkdir bu yanmaq və yandırmaq? İnsan 11 ay etdiyi günahları, səhvləri yandırır, bir daha onu təkrar etmir. Ona görə bizim bu Ramazanımız ümumilikdə hər kəssin bərəkətlidir, hər kəssin gözəldir və Ramazan dediyimiz zaman bizim verilişin adı da biz hələ boş yerə xoş gəldin Ramazan demədik. Yəni xoş gəldin Ramazan, Ramazan bizim ruhumuzu, içimizi və dünyamızı saflaşdırır. Və bir daha əziz izləyicilər, hər kəsə dərin təşəkkürümüzü bildiririk və bu veriliş canlı olaraq davam edir və bu günün məlumatını iftar zamanını mən istəyirəm sizlərlə bölüşəm. Qafqaz Müsəlmanlar İdarəsinin və Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə bütün o bir ay boyunca təqvim hər kəsin əlindədir və ola bilər ki, bir insan məlumatsızdır, ya təqvim əldə edə bilməyibsə və biz bunu canlı efir vasitəsilə hər günün iftar zamanını sizlərlə qeyd edəcəyik. Bugün Ramazan ayının ilk günüdür, qeyd etdik bunu. İnşallah Bakı vaxtı ilə 18:34 iftar zamanıdır və təbii ki, bölgələrdə fərqlər var. İnşallah biz sabah və digər günlərdə bu bölgələrə də ya titr vasitəsilə, ya ekranlarda gedəcək, ya biz sözlərlə inşallah bölgələrlə bağlı iftar zamanını qeyd edəcəyik. Artıq mən hörmətli hacıdan bir söz istəyərdim, ya bir beyt istəyərdim və sonda da hər kəs diqqəti bizdədir. Yəqin ki, bizim proqramın qaydaları belədir, sonda dua edəcəyik. Mən bilirəm ki, hər kəs duaya ehtiyaclıdır və bizi gözləyirsiniz, dualara amin deyəcəksiniz. Nə qədər aminlər çox olarsa, bir o qədər bizim ruhumuz, mənəviyyatımız və cismimiz sağ olar inşallah. Buyurun hacı. Yeri gəlmişkən istəyirəm, bu neçə illərdir məndədir. Bir Oktay adlı bir dostumuz vardı, bizi Pirşağı kəndindən. Bəli. O bir Ramazan haqqında gözəl bir şeir yazmışdı, vermişdi mənə. O belə yazır, niyyət eləyir əhl-i müsəlman Ramazanda. Tutmaq üçün oruz aylara sultan Ramazanda. Öz dininə, imanına kim hörmət edirsə, əvvəlcə edir nəfsinə üsyan Ramazanda. Hər kəs tutur öz orucunu vicdan ilə sözsüz, qəlbən yetişir Rəbbinə insan Ramazanda. Gün doğdu mu, artıq yemək içmək qadağandır. Pak olmalıdır göz, qulaq hər an Ramazanda. Qeybət və yalandan da uzaq olmalıdır dil. Gözlənməlidir hər ədəb ərkan Ramazanda. Hər yerdə ləyaqətli ol öz davranışında, xislətdə gərək olmayan nöqsan Ramazanda. Qəlbində kimin zərrə qədər olsa təkəbbür, hətta qəbul olmaz verə ehsan Ramazanda. Niyyət və əməllər təmiz olsun ürəyində, bir kimsəyə kin saxlama pünhan Ramazanda. Dərgaha açıqdır qapılar, ay boyu hər gün istək və dualar keçər oradan Ramazanda. Əhyaları yatma, qal oyaq sübh açılınca, imanına batmaz özü şeytan Ramazanda. Yoxsulları iftara çağır, qoy savab olsun, bundan gözəl olmaz sənə imkan Ramazanda. Ver borcunu,
Ver borcunu bir ay, onun əcrin görəcəksən. Gündən günə kamilləşir iman Ramazanda. Oqtay, bu aya boş yerə sultan deməmişlər. Çün nazil olubdur bizə Qur'an Ramazanda. Çün nazil olubdur bizə Qur'an Ramazanda. Allah Bax belə. can sağlığı versin, bütün ölənlərə Allah rəhmət etsin. Mən düşünürəm ki, bu şeirdə bütün fikirlər ihtiva olundu, Çox gözəl qeyd olundu. fikirlər, bəli. Əziz televiziya tamaşaçıları, bizi canlı izləyən hər kəsə bir daha dərin təşəkkürümü bildirirəm və mən inanıram, ümid edirəm ki, siz kanalı dəyişmirsiniz və bizə diqqətlə qulaq asırsınız. Artıq bizə ayrılan vaxt yekunlaşır və sabah inşallah Ramazanda biz özümüzü və ruhumuzu necə dəyişməliyik və duanın qaydaları və ümumilikdə hər hansı bir suallar olacaqsa bizim elektron poçtumuza, ünvanımıza yönəldin, yazın və inşallah biz bunu canlandıracağıq. Amma bugün bunu qeyd etmək istəyirəm ki, bizim duasız həyatımız yox. Alexis Carrel deyir, bir xalqın, bir millətin əli duaya qalxmırsa, o millətin məhvi deməkdir. Təbii ki, bu dua insanın ruhunun potensialıdır, ruhun ucalışıdır. Çünki bizim Ramazan boyunca tək deyil, bütünlükdə ay boyu həftələrimiz duadan ibarətdir. Çünki dua insanın həyatının, müqəddəratının, talihinin həll edici bir faktorlarından biridir. İnşallah əllərimiz dua, hər kəs duaya əlləri qalxırsa, əllər duaya qaldırılırsa, ümid eləyirəm ki, Allah bu Ramazan ayının ilk günündə əllərimizi geri çevirməz. Allah Quran-ı Kərimdə buyurur, qulum, məni çağır, mən də sənin dualarını qəbul edim. Ey Rəbbim, sənə açılan əlləri naümid, məyus geri çevirmə. Ey Rəbbim, qul xəta edər, qul günah edər, sultan bağışlayar, sultanlığımın xatirinə günahlarımızı əff et ya Rəbbim. Bilərəkdən, bilməyərəkdən etdiyimiz üsyanları, xətaları, nisyanları bağışla ya Rəbbim. Ölkəmizi, dövlətimizi, xalqımızı, millətimizi, Ali Baş Komandanımızı qoru ya Rəbbim. Əskərlərimizi qoru ya Rəbbim. Vətəninə, xalqına, millətinə hər kəs maddi və mənəvi xidmət edir, onları ucalt ey Rəbbim. Ya Rəbbim, sənə an verirəm bu bərəkətli, mübarək Ramazan ayının xatirinə. Ağsaqqallar, böylər, bizim valideynlərimiz, doğmalarımız əgər dünyasını dəyişiblərsə, onlara rəhmət, qalanlara can sağlığı əta ilə. Ölkəmizin bayrağın, dünya bayraqlarının içində uca elə ey Rəbbim. Rəbbim, son Ramazandan qərar vermə. Ey Rəbbim, insan üçün ən böyük neymət onun ağlıdır, vicdanıdır, iradəsidir. Ağlımızı, iradəmizi, vicdanımızı əlimizdən alma ya Rəbbim. Ağlımızı əlimizdən alma ya Rəbbim. Azərbaycan və Azərbaycan hududlarından kənarda kimisi övladının təhsili üçün, kimisi halal ruzi qazanmaq üçün Azərbaycan hududlarından kənardadır və ya öz vətənindədir. Nə istəyi varsa, xeyr niyyəti varsa, bu ay xeyr aydır. Xeyrlə əvəz elə ya Rəbbim. Ya Rəbbim, boynumuzda olan haqlar var, qul haqqı var, onları əda et ya Rəbbim. İlahi, bu Ramazan ayında bizə səbir, bizə güc, bizə qüdrət ver. Qəlbimizdə olan pasları, kin-küdurət, xayınlıq, həsəd, paxıllığı yox et ey Rəbbim. Allahım, sənin rəhmətinə sığınıram. Son ümidimiz sənsən, qayıtışımız sənsən. Mən ümid eləyirəm, dualarımız qəbul olar. Çünki əllər duaya qalxırsa, Rəbbim buyurar, qulum, mən səni əff etdim, mən səni bağışladım. Bu ay mənim ayım, rəhmət mənim ay rəhmətim. Günahları bağışlayan mənəm və ümidlə sənin qapıva gəlmişik.
bizim günahlarımızı bağışlayıb və bizi heç kimin qarşısında əymə ya Rabbim. Ölkəmizi güclü et ya Rabbim. İllərlə dua etmişdik. Ey Rəbbim, Qarabağımızı azad et. Bugün Azərbaycan bütöv Azərbaycan olaraq Qarabağımızda və bütün torpaqlarımızda minarələrdən azan səsləri kəsilmir. Minarələrdən azan səsləri gəlir. O azan səslərin kəsmə ya Rabbim. Şəhidlərimizin ruhların bizlərə duaçı et. Qazilərimizə, yaralılarımıza, xəstələrimizə, xəstəxanada olanlara acil şəfa ver ya Rabbim. Duaya möhtacıq. Ya Rabbim, ümid eləyirəm bu duaları bizdən bu Ramazanın ilk günündə, ilk iftar zamanında bizdən qəbul edirsən. Ya Rabbim, sabahımızı, gələcəyimizi xeyirli, bərəkətli et. Amin, amin, amin ya Rabbel alemin. Təbii ki, hər kəs iftar zamanında belə bir dua oxuyur və belə bir dua ilə Allaha yalvarış edir. Allahümmə ləkə sumd. Ey Rəbbim, sənin üçün oruç tutdum, sənə xatir oruç tutdum və sənin rızanla, sənin razılığınla iftar edirəm. Bizdən qəbul et. Amin, amin, amin ya Rabbel alemin. Mən ümid eləyirəm, bu könüldən gələn, canı dildən gələn bir dua idi. Allah günlərimizi hər zaman xeyrə vəsilə eləsin. Əziz televiziya tamaşaçıları, əziz bacı və qardaşlarım, Allah tutulan oruclarımızı, edilən duaları bizdən qəbul etsin. Allah Teala inşallah sabahımızı da gözəl etsin və yenə də canlı olaraq xoş gəldin Ramazan proqram olaraq sizin qarşınızdayıq və inşallah mən ümid eləyirəm, siz də məmnunluqla, rahatçılıqla və bizə də dua edərsiniz. Çünki dualar qarşılıqlı olanda qəbul olunur. Hər kəsi Allahın amanında deyirəm. Hər kəsə Allah yar və yardımcı olsun. Ramazanımız mübarək olsun. Xoş gəldin Ramazan, 11 ayın sultanı. Allahın amanında inşallah sabah yenə də həmən saatda, həmən məkanda görüşdüyümüz yenə də ünvanda sizlərlə birgə görüşəcəyik. Allahın amanında olasınız. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.